Bəli, 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Muxtar Respublikada da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub və bildirmək istəyirəm ki, 1918-ci ildə erməni daşnaqları Naxçıvanda təkcə Əlincəçay və Gilançay vadilərində 62 kəndi viran qoydu. Əhalini isə amansızlıqla qətlə yetirirdi. Culfa rayonunun Yaycı kəndinin sakinləri isə misli görülməmiş vəhşiliklərə məruz qaldı. Belə ki, Andranikin quldur dəstələri tərəfindən 4000-ə yaxın sakini olan Culfa rayonunun Yaycı kəndi tamamilə yerlə yeksan edildi. Kəndin 2500 sakini amansızlıqla qətlə yetirildi. Kənd sakinlərinin sözlərinə görə həmin vaxt erməni vəhşilərinin əlindən sağ qurtaran yaşlı uşaq və qadınlar İrana getmək üçün Araz çayını keçməyə çalışsalar da bu zaman suya qərq oldular. Tarixi Azərbaycan torpağı olan Müvədi kəndinin yaşlı sakinlərinin sözlərinə görə həmin vaxt su ilə axan cəsədləri elə müvəddililər sudan çıxararaq kəndin yaxınlığında dəfn ediblər. Bu zaman böyük bir qəbristanlıq yaranıb və elə o qəbristanlığa Yaycı qəbristanlığı adı veriblər. Belə deyim, Culfa rayonunun Yaycı kəndində elə bir ailə yoxdur ki, bugün orada soyqırımının izləri görünməsin. Hətta bir çox ailədən nişanə belə qalmayıb. Lakin 44 günlük vətən müharibəsinə və 23 saatlıq antiterror tədbirləri sayəsində ordumuz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Necə deyərlər, qisas qiyamətə qalmadı və bugün soyqırımı qurbanlarının və şəhidlərimizin ruhu şaddır. Bəli, bildirdiyim kimi bu günlə əlaqədar olaraq Muxtar Respublikada da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Naxçıvan şəhərində o cümlədən rayonlarda bu tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mənim Naxçıvandan verəcəyim məlumatlar bunlar idi. Buyurun, söz sizdədir.